Salam müəllimlər. Bugünkü mövzumuz pedaqoji tələblərdir. 9 dənə pedaqoji tələbimiz var. Pedaqoji prosesin tamlığıdır. Təhsildə bərabər imkanların yaradılmasıdır. Şagird yönümlülük, inkişaf yönümlülük, fəaliyyətin stimullaşdırılması, dəstəkləyici mühitin yaradılması, şəxsiyyət yönümlülük, inklüzivlik, məktəb və valideyn əlaqələrinin tənzimlənməsidir. Deməli, pedaqoji tələblərimiz bunlar oldu. İndi isə gəlin baxaq ilk öncə pedaqoji prosesin tamlığına. Pedaqoji prosesin tamlığı 3 hissədən ibarətdir. Dərsin öyrədici olması, tərbiyə edici olması, bir də inkişaf etdirici olması. Baxın müəllimlər, bunların üçü də varsa sualda, burada pedaqoji prosesin tamlığı gözlənilir. Əgər bu üçündən biri yoxdursa, pedaqoji prosesin tamlığı gözlənilmir. Yəni, dərsin öyrədici, tərbiyəci, inkişaf etdirici bunlardan biri yoxdursa, pedaqoji prosesin tamlığı pozulmuş olur. İndi isə gəlin baxaq bunların açıqlamasına. Dərsin öyrədici olması adından da göründüyü kimi öyrənilən məlumatlar olmalıdır. Yəni, dərs zamanı şagird öyrənməlidir. Tərbiyəci olması öyrətdiyimiz mövzunun mahiyyətini anlamaqdır. Yəni, həyati əhəmiyyəti olmasını anlamaqdır. İnkişaf etdirici olması öyrətdiyimiz mövzunun daha ətraflı öyrənilməsi, daha artıq məlumatların verilməsidir. Buna bir misal deyim. Məsəl üçün, fiziki tərbiyə dərsində müəllim şagirdlərə hər iki qabiliyyətlər haqqında məlumat verir. Məlumat verirsə nədir? Dərsin öyrədici olmasıdır. Sonra, müəllim hər iki qabiliyyətlərin şagirdlərin həyatında nə kimi müsbət rolu var, onu izah edir. Hər iki qabiliyyətlərin şagirdlərdə nələri inkişaf etdirir, onu izah edir. Burada nə olur? Tərbiyəci olmasıdır. Yəni, öyrətdiyimiz mövzunun mahiyyətini anlamaqdır. Yəni, həyati əhəmiyyətli olmasını anlamaqdır. Bunu şagirdlərin müəllim izah edir. İnkişaf etdirici olması o deməkdir ki, mövzu haqqında ətraflı belə deyək də, öyrənilməsidir və müəllim də hər iki qabiliyyətlər haqqında ətraflı məlumat verirsə, daha artıq məlumatların verilməsi, bu da olur inkişaf etdirici olması. Sonra, müəllim bunların üçünü də yerinə yetirdisə, burada pedaqoji prosesin tamlığı gözlənildi. Əgər müəllim burada birini yerinə yetirməsəydi, yəni hər iki qabiliyyətlər haqqında ətraflı məlumat verməsəydi, burada pedaqoji prosesin tamlığı nə olurdu? Pozulmuş olurdu. İndi isə gəlin baxaq, deməli, təhsildə bərabər imkanların yaradılmasına. Təhsildə bərabər imkanların yaratmaq nədir? Pedaqoqlar şagirdlərin hər birisi üçün eyni təlim şəraitini yaratmalı, eyni təlimi verməlidir. Yəni, təhsildə bərabər imkanların yaratılması müəssisənin təhsil infrastrukturuna uyğun olaraq təhsil alanlar üçün eyni təlim şəraitini təmin etməsi, təhsil prosesinin şagirdlərin meyil, maraq və potensial imkanlarını nəzərə almasını tənzimləməsi. Baxın, burada qırmızından altdan xətt çəkmişəm. Deyir ki, təhsil prosesinin şagirdlərdə meyil, maraq və potensial imkanları nəzərə almaq. Yəni, şagird yönümlü olmasıdır. Buna da misallar burada yazılmışdır. Gəlin baxaq. Deməli, əgər biz şagirdlərə yalnız bir mövzu versək, desək ki, bu mövzu arasında araşdırın, bu zaman biz bərabər imkanları pozacağıq. Çünki bizim verdiyimiz o mövzu bəlkə bəzi şagirdlər üçün maraqlı deyil. Ona görə də şagirdlərə mövzu verərkən bir neçə mövzunu təqdim etməliyik və şagirdlər də həmən mövzuların içərisindən özlərinə uyğun bir mövzunu seçib, həmən mövzular haqqında araşdırma aparmalıdırlar. Və ona uyğun bir misal da var. Deyir ki, şagirdlərə yırtıcılardan aslan haqqında məlumat toplamaları tapşırılır. Amma elə ola bilər ki, şagirdlər aslan haqqında yox, leopar haqqında məlumat toplamaları istəyir. Yəni, burada nə olur? Şagirdlərə sadəcə olaraq bir dənə aslan haqqında deməli, məlumat toplaması verilib də, amma şagirdlərin məlumat toplaması leopar haqqında məlumat toplamaq istəyir. Burada artıq nə olur? Təhsildə bərabər imkanların yaradılması pozulmuş olur. Və buna uyğun bir dənə də misal deyim. Məsəl üçün, fiziki tərbiyə dərsində şagirdlərin yarısı voleybol topundan oynamaq istəyir, yarısı da basketbol topundan oynamaq istəyir.
Müəllim də şagirdlərin maraq və tələbatını nəzərə almır və şagirdlərə sadəcə olaraq basketbol topunu verir. Şagirdlər voleybol topla oynamaq istəyən şagirdlər də məcbur olaraq basketbol topla oynayırlar. Çünki müəllim onlara voleybol topu verməyib. Burada voleybol topu verməyibsə şagirdlər artıq nə oldu? Təhsildə bərabər imkanların yaradılması pozulmuş oldu. Təhsildə bərabər imkanların yaradılması o zaman pozulmur ki, şagirdlərin meyl maraqları və potensial imkanları nəzərə alınsın. Budur. İndi isə gəlin baxaq inklüzivliyə. İnklüzivlik psixi, fiziki, intellektual xüsusiyyətlərindən və sağlamlıq imkanlarından asılı olmayaraq təhsilin bütün uşaqlar üçün əlçatan olmasıdır. Yəni təhsil bütün uşaqlar üçün əlçatan olduqda deməli burada inklüzivlik olur. Yəni müəyyən sağlamlıq imkanlarında məhdud şagirdlər nəzərdə tutulur. Fiziki məhdudiyyət, məsəl üçün yeriyə bilməmək və s. Psixi məhdudiyyət, yəni ətrafı özünü dərk etmədən müəyyən məhdudiyyətdir, çətinlikdir. Məsəl üçün depressiya, davranış pozuntusu, gərginlik, aqressivlik və s. Yəni bu kimi şagirdlər dərsdən kənarda qalırsa, burada da inklüzivlik pozulmuş olur. İntellektual xüsusiyyətlər, qısacası qavramaq xüsusiyyətidir, tez götürmə, deyilənləri tez başa düşmək, tez dərk etmə xüsusiyyəti zəifdirsə və bu baxımdan da şagirdlər təhsildən kənarda qalırsa, burada da inklüzivlik pozulmuş olur. Yəni qısacası dərs zamanı sağlamlıq məhdudiyyəti olan şagirdlər də nəzərə alınmalıdır. Hər bir şagird dərsə cəlb olunmalıdır. Yəni hər bir şagird dərsə cəlb olunduqda burada inklüzivlik gözlənilir. Amma şagirdlər arasında fərq qoyulduqda, belə deyək də, burada inklüzivlik gözlənilmir. İndi isə baxaq dəstəkləyici mühitin yaradılmasına. Dəstəkləyici mühitin yaradılması təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün zəruri infrastrukturun, sonra sağlam mənəvi psixoloji mühitin yaradıcı və təhlükəsiz təhsil şəraitinin təmin edilməsidir. Deməli, ilk öncə gəlin baxaq, təhlükəsiz təhsil şəraiti nədir? Yəni, şagirdlərin təhlükəsizliyini təmin etməkdir və hər mənalı asayiş qorumaq və həm fiziki baxımdan, həm mənəvi, yəni uşaqların mehriban olmasına, çox iti cəhd addımlarını hərəkət edib qəza anına şərait yaratmamalını təmin etməlidir. Sonra müəllim sınan əşyaları sinifdə saxlamamalıdır, şagirdləri də uzaq tutmalıdır. Bu zaman təhlükəsiz təhsil şəraiti qorunmuş olur. Sonra təhlükəsiz təhsil şəraitinə belə bir misal deyə bilərəm ki, məsəl üçün kimya müəllimi şagirdləri laboratoriya otağına aparır və şagirdlərdən biri əlini kəsir. Bu zaman nə olur? Təhlükəsiz təhsil şəraiti pozulmuş olur. Təhlükəsiz təhsil şəraiti o zaman pozulmur ki, şagirdlərə diqqət yetirilməlidir. Yəni, belə hadisələrdən qorunmalıdır. Məsəl üçün, fiziki tərbiyə dərsində şagirdlər, belə deyək də, məsəl üçün, bəziləri qolun qıçın qırır və yaxud da əzir. Bu zaman nə olur? Təhlükəsiz təhsil şəraiti pozulmuş olur. Yəni, müəllim belə bir şeylərə diqqət etməlidir, belə hadisələrə yol verilməməlidir. İndi isə baxaq sağlam mənəvi psixoloji mühitə. Sağlam mənəvi psixoloji mühit odur ki, şagirdin rahat olması, yəni müəllimdə qorxub çəkinməməlidir şagird. Bu zaman sağlam mənəvi psixoloji mühit deməli olur. Deməli, sağlam mənəvi psixoloji mühit o zaman pozulur ki, məsəl üçün, belə bir misal deyim, məsələn, müəllim şagirdlərə dərs keçən zaman aralarında iki şagird qeyri-etik hərəkətlər edir və müəllim də bu hərəkətlərə göz yumur və dərsinə davam edir. Bu zaman nə olur? Sağlam mənəvi psixoloji mühit pozulmuş olur. Məsəl üçün, şagirdlərdən biri dərsə gecikir və dərsə gecikir, müəllim də həmən şagirdi sinifin içində şagirdlərin göz önündə şagirdi danlayır və şagird də ağlayır. Bu zaman nə olur?
sağlam mənəvi psixoloji mühit pozulmuş olur. Sağlam mənəvi psixoloji mühit o zaman düzgündür ki, yəni şagird rahat olmasıdır, yəni müəllimdən qorxmur, çəkinmir. İndi isə gəlin baxaq zəruri infrastruktur. Zəruri infrastruktur da odur ki, məktəbdə belə deyək də, idman zalının olmasıdır, sonra laboratoriya otağının olmasıdır, kitabxananın olmasıdır. Yəni bunların məktəblərdə bunların olması şagirdlərin belə deyək də rahatlıqla idman salonundan, laboratoriyadan, sonra kitabxanadan istifadə etməsi bu zaman burada dəstəkləyici mühit yaradılmışdır. Yəni gözlənilmişdir. İndi isə gəlin baxaq müəllimlər məktəb valideyn əlaqələrinin tənzimlənməsinə. Məktəb valideyn əlaqələrinin tənzimlənməsində qısacası valideynlə daim əməkdaşlıq etməlidir müəllim. Yəni təhsil müəssisəsinin idarə etməsində təlim-tərbiyə prosesinin təşkili ilə bağlı problemlər aradan qaldırılmasında, müəssisənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində valideynlərinin rolunun təmin edilməsidir. Yəni şagirdlərin inkişafı üçün vacib hissədir. Bu zaman nə olur? Məktəb valideyn əlaqələrinin tənzimlənməsi olur. Sonra fəaliyyətin stimullaşdırılması nədir? Fəaliyyətin stimullaşdırılmasında, yəni stimul nədir? Yol, istiqamət deməkdir. Sonra həvəs, rəy kimi gedir. Stimul sözünün mənası. Yəni məsəl üçün anındaca rəyin verilməsi. Deyir ki, yəni şagird səhv etdiyi zaman həmin anda səhvini bildirib ona istiqamət vermək lazımdır. Məsəl üçün deyək ki, Şəhla bugünkü dərsi cavabında görürəm ki, çox çalışmısan, bunu yüksək qiymətləndirirəm. Testlərdə texniki səhvlər edirsən, daha yaxşı çalışsan, yəni o texniki səhvləri də aradan qaldıra bilərsən. Müəllim neynədir? Yəni anındaca Şəhlanın səhvini düzəltdi və rəy verdi. Burada nə oldu? Fəaliyyətin stimullaşdırılması. Yəni yol, istiqamət, rəyin verilməsi nədir? Fəaliyyətin stimullaşdırılmasıdır. Yəni anındaca rəyin verilməsidir. İndi isə gəlin baxaq inkişaf yönümlüyə. İnkişaf yönümlülük nədir? Şagirdlərin təhsil nailiyyətlərinin təhlilində alınan nəticələr əsasında onların inkişaf perspektivlərini ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsidir. Yəni uyğun tədbirlərdən sonra görülməsidir. Yəni şagirdin nəticəsindən sonra, məsəl üçün müəllim sinifdə imla yazdırır. Yazdırdıqdan sonra müəllim şagirdlərin imlalarını yoxlayır. Bu zaman görür ki, şagirdlərin demək olar ki, hamısı orfoqrafik səhvləri daha çox ediblər. Bu yoxlanışdan sonra müəllim orfoqrafik qaydaları daha çox məşğul olur ki, şagirdlərdə irəliləmə olsun. Deməli, müəllim nə oldu? Neynədi? Burada prosesdən sonra, yəni imla yazdırdıqdan sonra, yəni şagirdlərin harda zəifliyi varsa, müəllim diqqət elədi, onları belə deyək də götür-qoy elədi. Sonra isə yəni fikrini bildirdi. Həmən belə deyək də şagirdlərin zəif olduğu yerlər üzərində çalışdı. Burada nə oldu? İnkişaf yönümlülük oldu. Yəni prosesdən sonra belə deyək də prosesdən sonra məsəl üçün rəyin verilməsidir. Sonra prosesdən sonra müəllim həmən səhvlər üzərində işləməsidir. Bu olur inkişaf yönümlülük. İnkişaf yönümlülük bir də formativ və summativ qiymətləndirməyə də aid edilir. Məsəl üçün, burada qiymətləndirmədən sonra da şagirdlərin harda zəifliyi varsa, müəllim onlar üzərində deməli işləyirsə, bu da olur inkişaf yönümlülük. Deməli, fəaliyyətin stimullaşdırılmasında anındaca müəllim rəy verirdi, anındaca şagirdin belə deyək də səhvini düzəldirdi. Amma inkişaf yönümlülükdə isə prosesdən sonradır. Yəni müəllim birinci
formativ və summativ qiymətləndirmə də aiddir. Məsəl üçün, dedik ki, yəni formativdə nədir? Müəllim qıraqdan deməli şagirdləri belə deyək də izləyir. Sonra isə şagirdlərin harda zəifçiliyi varsa, deməli o üzrə müəllim çalışır və şagirdlərin belə deyək də zəifliklərini aradan qaldırır. Bu da olur inkişaf yönümlülük. Yəni prosesdən sonra yəni rəyin verilməsidir. Şəxsiyyət yönümlülük nədir müəllimlər? Şəxsiyyət yönümlülük təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətlərinin əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır. Deməli, şəxs sözünün mənası nədir? Hər kəs doğulduğu andan şəxs sayılır. Ən kiçik körpə belə şəxsdir. Yəni, şəxs bioloji varlıqdır. Şəxsiyyət yönümlülük prinsipinin mahiyyətdə hər tərəfli insan yetişdirməkdən ibarətdir. Yəni, ailəyə, vətənə, bayrağa sevgi, hörmət, qayğıdır və irsən ötürülür. Yəni, şəxsiyyət yönümlülük də mənəvi dəyərlər və dəyərlərin qorunmalı, ən əsası da hörmət edilməli, şagirdləri bunları hörmət ruhunda yetişdirməlidir. Yəni, tolerantlıq yanaşılmasını olmalıdır. Yəni, burada şəxsiyyət yönümlülükdə nə oldu? Yəni, idrak, ünsiyyət, bir də psixomotor bacarığının olmasıdır. Bu zaman şəxsiyyət yönümlülük olur. Yəni, idrak nədir? İdrakda yaddaşa əsaslanandır da. Məsəl üçün, burada deyirlər ki, məsələn, deyək də, filan kəsin yaxşı başı var, amma oxumur. Nə oldu? İdraka əsaslandı. Ünsiyyət nədir? Yəni, ünsiyyət quraraq, məsəl üçün, dərsin öyrədilməsi. Yəni, sonra psixomotor. Yəni, psixomotor nədir? Əl-qol qabiliyyətinin olmasıdır. Məsəl üçün, deyək ki, ustanın yaxşı əl qabiliyyəti var. Bu da olur psixomotor fəaliyyəti. İndi isə gəlin baxaq şagird yönümlülüyə. Şagird yönümlülük də, yəni təhsil fəaliyyətlərinin bilavasitə təhsil alanların mənafeyinin müdafiəsinə, təhsil tələbatlarının ödənilməsinə, istedadların reallaşdırılmasına, şəxsiyyətlərin formalaşdırılmasına yönəlmişdir. Yəni, şagirdin düşünərək hərəkət edilir. Yəni, şagirdin maraq və tələbatları nəzərə alınırsa, bu zaman nə olur? Şagird yönümlülük olur. Əgər şagird yönümlülük, maraq və tələbatları alınmayanda burada şagird yönümlülük gözlənilmir. Məsəl üçün, ədəbiyyat dərsində müəllim səhnəcik hazırlamaq istəyir, lakin şagirdlərə müraciət edərək hansı əsərin səhnələşdirə biləcəyini seçirlər. Müəllim tək qərar verə bilərdi, amma şagirdləri nəzərə alır. Yəni, burada şagirdləri nəzərə alırsa, yəni şagirdin fikirləri nəzərə alınır da, maraq və tələbatları nəzərə alınırsa, burada şagird yönümlülük gözlənilir. Əgər müəllim şagirdlərin fikrini nəzərə alınmasaydı, yəni özü qərar versəydi, şagird yönümlülük pozulmuş olacaqdı. Və ya şagirddə potensialını görən müəllim onun inkişafı üçün dəstək göstərməzdir. Məsəl üçün, intellektual cəhətdən, IQ cəhətdən savadlı olan şagirdi intellektual yarışmalara cəlb edir, olimpiyadalar hazırlaşmasına şərait yaradır və s. Burada da deməli, şagird yönümlülük gözlənilmişdir. Yəni, şagird yönümlülük nədir? Şagirdin maraq və tələbatlarının nəzərə alınması. Bu zaman şagird yönümlülük gözlənilir. Bugünlük bu qədər müəllimlər. Bugünlük dərsimiz bu qədər. Gəlin baxaq. Görək, nələri öyrəndik bugün. Deməli, pedaqoji tələbləri öyrəndik nədirsə. Pedaqoji prosesin tamlığıdır. Dedik ki, pedaqoji prosesin tamlığı neçə yerə bölündü? 3 hissədən ibarət idi. Dərsin öyrədici olması idi, tərbiyəçi olması idi, bir də inkişaf etdirici olması idi. Sonra inklüzivlik idi. İnklüzivlikdə dedik ki, bütün uşaqlar, təhsil bütün uşaqlar üçün əlçatan olmasıdır. Yəni, fiziki, psixi, intellektual xüsusiyyətləri, sağlamlıq imkanları olan şagirdlər də dərsə cəlb olunmalıdır.
Dəstəkləyici mühitin yaradılması. Dəstəkləyici mühitin yaradılmasına nə oldu? Deməli, zəruri infrastrukturdur, sonra sağlam mənəvi psixoloji mühitdir, yaradıcı və təhlükəsiz təhsil şəraitinin təmin edilməsidir. Yəni, bunlar nəzərə alınırsa, burada dəstəkləyici mühit nə olurdu? Gözlənilmiş olurdu. Məktəb-valideyn əlaqəsində nə olurdu? Qısacası, valideynlə müəllim daim əməkdaşlıq etməlidir. Fəaliyyətin stimullaşdırılması. Fəaliyyətin stimullaşdırılması nə idi müəllimlər? Yəni, stimul, yol, istiqamət, həvəs, rəy idi. Deməli, inkişaf yönümlülük də, yəni şagirdə prosesdən sonra rəyin verilməsidir. Deməli, stimulda anındaca rəy verilirdi, amma inkişaf yönümlülükdə prosesdən sonra rəyin verilməsidir. Şəxsiyyət yönümlülük də dedik ki, təhsil alanların idrak, ünsiyyət və psixomotor fəaliyyətlərinin əsasında həyati bacarıqların inkişaf etdirilməsi idi. Sonra milli və bəşəri dəyərlərin formalaşdırılması idi. Şagird yönümlülük də nədir? Şagirdin maraq və potensial imkanların nəzərə alınmasıdır. Yəni, bu günlərdə bunları öyrəndik. İnşallah video sizlər üçün öyrədici olar. Kanala da abunə olmağı unutmayın. Videoya da baxıb like etməyi, bəyənməyi unutmayın. Sağ olun müəllimlər. Gələn dərslərdə görüşərik.